Həyatınızda sizi sarsıdan hadisələr olub. Bunlardan biri də bacınızın ailəsindəki o itki ilə bağlıdır. İstərdim ki, bu haqda danışasınız. 48 yaşında mənim bacımın əri rəhmətə getdi. 6 uşağı qaldı. İnfarktdan öldü. Hesab elə bacım işləmir. Böyük bacımdır. 6 uşağıdır. Birinci uşağı da Medinus'da oxuyur, birinci kursda. Mən bu yükü götürdüm üstümə. Birinci anamın təqaüd kartını verdim bacıma. Bu sənin əlində olan pul. Oğlunu oxutdum, diplom verdirdim. Uşaq çox savadlı idi, hal-hazırda da gözəl bir həkimdir. O biri oğluna da təhsil, 2 oğlu, 4 qızı var idi. Qızları da böyüdülər, ərə verdim, köçürtdüm. Və Tanrının və bacımın qarşısında, vicdanımın qarşısında olan borcumu yerinə yetirdim. Bu bir insani şeydir. Mənə elə gəlir ki, hər bir qardaş bunu eləyər. Burada bir qəhrəmanlıq yoxdur.